Bakıda dəhşətli qətl hadisəsi. Otaq yoldaşını öldürüb fotosunu qardaşına göndərdi. Air xəbər Lentaza istinadən xəbər verir ki, Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi davam edir. Otaq yoldaşını bıçaqlayaraq qətlə yetirməkdə ittiham olunan Hikmət Muxtarovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilir. İstintaq materiallarına əsasən ötən ilin avqust ayının 4-də gecə saat 1 radələrində Nərmanov rayonunda yerləşən kirayə mənzillərdən birində ağır cinayət hadisəsi baş verib. 1973-cü il təvəllüdlü Ülvi Qasımov otaq yoldaşı Hikmət Muxtarov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə ilə bağlı Nərmanov rayon prokurorluğuna məlumat daxil olduqdan sonra dərhal araşdırmalar başlanılıb və Hikmət Muxtarov şübhəli şəxs qismində saxlanılıb. Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov hadisənin baş vermə səbəblərindən danışıb. Onun sözlərinə görə həmin axşam bir neçə tanışı ilə kafedə pivə içib. Daha sonra tanışları kafeni tərk edib və o, otaq yoldaşı Ülvi Qasımovla birlikdə kirayə qaldıqları mənzilə qayıdıb. Evdə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ülvi Qasımov Hikmət Muxtarova qarşı ağır təhqiramiz ifadələr işlədib. O, dəfələrlə Ülvi Qasımova nalayiq ifadələr işlətməməsi üçün xəbərdarlıq etsə də qarşı tərəf söyüşlərini davam etdirib. İttiham olunan şəxs bildirir ki, mübahisə zamanı Ülvi Qasımov əlində bıçaq ona hücum etməyə çalışıb. Hikmət Muxtarov otaq yoldaşının əlindən bıçağı alaraq ona 4 zərbə endirib. O, bıçaq zərbələrinin üçünü Ülvi Qasımovun qarnına, sonuncusunu isə ürək nahiyəsinə vurub. Aldığı ağır xəsarətlər səbəbilə Ülvi Qasımov hadisə yerində keçinib. Məhkəmə zamanı zərər çəkmişin hüquqi varisi təqsirləndirilən şəxsdən qətli törətdikdən sonra meyidin şəklini çəkərək niyə başqa şəxsə göndərdiyini soruşub. Hikmət Muxtarov bu faktı təsdiqləyərək qardaşına WhatsApp vasitəsilə şəkil göndərdiyini və adam öldürdüyünü deyib. Mərhumun yaxınları Hikmət Muxtarovun qanun qarşısında ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər. Hazırda məhkəmə prosesi davam edir və növbəti iclasın tarixi yaxın günlərdə açıqlanacaq. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın. Yəni o söyüşə görə yürütəyələmədim. Başqa şeydə oldu ki, yəni həmin vaxt kəş olmazdan oldu. Aydın, deməlisiniz peşmansınız? Yox, peşman deyil. Münasibətin işi dağda yaratır. Yəni söyləməyə görə olmuş. Nəylə vurmuşsunuz, necə vurmuşsunuz, neçə dəfə vurmuşsunuz var, tam şəkildə sərbəst. 4 dənə yazdı, 4 dənə zaten. 3 dənə tezin qarında boş olmuşdur. Bir dənəsi verdi. Özünə gedib Nərmanov rayonun mutabirlərə təslim olmuşdur.